Zəfər bayramı ilə bağlı Bakıda keçiriləcək parada hazırlıq işləri gedir. Bu səbəbdən də paytaxt küçələrindən hərbi texnikalarımız görünür. Bu da paytaxt sakinlərinin böyük marağına səbəb olur. Ən çox isə balacalar maraqla və sevinclə hərbi texnikalarımızı izləyirlər. Bakının Səbail rayonu 49 nömrəli İntellekt məktəb liseyinin 1-ci sinif şagirdləri də hərbi parada hazırlıq prosesini maraqla izləyiblər. Uşaqların sevinci və marağı görənləri kövrəldib. Vaqif Qurbanova Milli Qəhrəman adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyaroğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib. Qeyd edək ki, Vaqif Qurbanov 1992-ci ildə şəhid olub. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Kənan Əli Hüseynoğlu Seyidov və general-mayor Ağamir Əzizxanoğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin rütbəsini artırdığı Kənan Seyidov və Ağamir Sultanov Vətən müharibəsi qəhrəmanlarıdır.